Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə toyuq ləvəngisini necə hazırladığımı bölüşmək istədim. Mən hər dəfə bu formada bişirirəm. İnanın çox dadlı alınır. Siz də hazırlaya bilərsiniz. Əvvəlcə toyuğu yaxşıca yuyub təmizlədikdən sonra biraz tomat pastası, duz, istiot, biraz da sarı kök əlavə edib marinova eləyirəm. 1-2 saat qədər gözlədirəm. Sonra isə keçirəm içliyinin hazırlanmasına, ləvəngisinin hazırlamağa. 3 ədəd qırmızı soğanı yaxşıca rondodan keçirdirəm ki, xırdalansın. Sonra isə bir əskiyə qoyub suyunu sıxıram. Üzərinə isə 80 qram xırdalanmış quz, 2 çay qaşığı palçıq turşusu, biraz da duz əlavə eləyib yaxşıca qarışdırıram. Yaxşıca qarışdırdıqdan sonra isə keçirəm əvvəlcə marinova elədiyim toyuğun içini doldurmağa. Toyuğun içini yaxşıca doldururam ki, boşluq yaranmasın. Mən ləvəngisi çox olanda xoşlayıram deyə biraz ləvəngini çox doldururam. Sonra isə keçirəm ləvəngini qoyduqdan sonra tikməyə. Tikiş atıb əvvəlcədən qızdırdığım sobada tikiş atdıqdan sonra isə şeyə qoyuram, falqaya qoyuram. Hər iki tərəfini də falqaya qoyuram. Əvvəlcədən qızdırdığım sobada 230 dərəcədə 30-35 dəqiqə qədər bişirirəm. Bişirdikdən sonra isə çıxardıb kəsib nuş eləyirik. İnanın çox dadlı alınır. Siz də bu formada hazırlayıb nuş eləyə bilərsiniz. Həm görünüşü, həm də möhtəşəm alınır. Videolarımı da bəyənirsinizsə like eləməyi, kanalıma abunə olmağı, paylaşmağı unutmayın. Hələlik.